elə başa düşürəm, herhalde ürəklendiricidir, ruhi qida verən məsələdir ki, Azərbaycan uğur qazanır. Və Azərbaycanın qazandığı orada milyardda bir də olsa, milyonda bir də olsa, burada oturan cəmiyyətin, sizlərin rolu var, iştirakınız var. Bilirsiniz ki, yəni bizim gördüyümüz iş həmişə, demirəm ən birinci cərgədə, belə də axırıncılar olmayan cərgədə belə diqqət mərkəzində. Bizə inanırlar, bizi hesablanmış işlər görüblər, belə deyir. Space'in mikrofonunda olur. Bizə inanılmış tapşırıqlar verirlər, işlər görürlər. Burası Space'in mikrofonu. Yox, Space'in mikrofonu yoxdur, işləsin yazı da bilmək ki. Fərqən indi gör, ictimai yanında oturub da ikisiyle padrona geçir. Yəni, ya hökmən gələk şirkətə gedir, şirkətdən gələk yaz, tap ki, sən səs yazısı götürmək istəyirsən, nə tərəf? Yəni, əslində, təkcə Sankt-Peterburg görüşü deyil, o cümlədən Azərbaycan prizmasından baxanda dünyanın ən vacib hadisəsi Türkiyə-Rusiya münasibətlərinin normallaşmasıdır. Ədalət naminə Azərbaycan o prosesdən hədsiz böyük oldu. Türkiye'nin Rusiyanın arasında çox dövlət var. Özüm bu münasibətlərə iddialı hesab edərdi. Hətta ABŞ girdi Rusiya-Türkiyə münasibətlərinə ki, barışdırmaq istəyir. Avropa İttifaqının belə təşəbbüsü var. Amma bunların hamısının içərisində ən işlək təklif, ən yerində olan təkliflər iki respublikadan gəlir. Qazaxıstan və Azərbaycandan. Türkiyə-Rusiya münasibətlərində Azərbaycandan gedən təkliflər elə bil həm Rusiyanın, həm də Türkiyənin mentalitetinə ən çox uyğun gələn təklifləri. Azərbaycanda hətta Rusiya-Türkiyə uşaqlarının tərbiyyə keçir. Bircə o Türkiyənin Rusiyanın münasibətlərinin gəldiyini göründə hətta o gənclərin tərbiyyə, gənclərin bircə yığıncağı keçirdi. Azərbaycan təşəbbüsü ilə. Bircə gərək ki, mədəniyyət tədbirləri keçirildi. Yəni, təsəvvür edin. Dələ mən sizə onu vaxtıyla demişəm ki, yəni, hal-hazırda Türkiyədə bir sıra Rusiya təşkilatlarına rəhbərlik edənlər Azərbaycanlılardır, Rusiya vətəndaşı olan Azərbaycanlılardır. Orada hətta mən sizə deyim ki, Rusiyanın Türkiyədə ən böyük təşkilat, ən böyük hal-hazırda layihəsi Akbuyudur. 20 milyard dollar genişlənmə ilə 60 milyard dollara qədər investisiya, 20 milyard dollar nağd. Amma 60 milyard dollara qədər investisiya tutumu olan Akbuyu Atom Elektrik Sensinin tikintisidir. Rəhbəri Rusiya şirkəti, amma rəhbəri Azərbaycanlıdır. Yəni, bu dərəcədə Azərbaycanlılar Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında, vaxtıyla qurulmasında və indi bu gərginlikdən də sonra normallaşmasında Azərbaycanlar iştirak edir. Müstəsna bu, ölkə prezidentidir. İndi ölkə prezidenti o ampuladadır ki, o artıq elədiyi işlərin çoxsun ictimaiyyətə çatmağa ehtiyac duyulur. Yəni, ölkə prezidenti əmindir ki, o bilir ki, o bu işi görməlidir. Da bu işi mətbuata çıxardığı bir PR aksiya keçirmək o qədər də vacib məsələ. Əsas odur ki, iş görülsün. Mən elə ölkə prezidentinin bu xarakterlə bağlı sizə nə söz deyim. Bu 2013-cü ilin prezident seçkilərində Qarabağ məsələsi ilə bağlı gördünüz, böyük danışıqlar ki. Prezident seçkiləri bitəndən sonra Qazaxıstandan məlumatlar gəldi. Qazaxıstandan gələn məlumatlar arasında bildik ki, ölkə prezidenti həmin prezident seçki kampaniyası dövründə Avrasiya İqtisadi Birliğinə məktub göndərib ki, siz Ermənistanı üz qəbul edəndə ona yerini göstərməlisiniz. Sonradan aşkarlandı. Yəni, bizim prezidentdə var o xüsusiyyət. İş gedir, iş görür, amma yəni, işlə bağlı ölkə ictimaiyyətinə, dünya ictimaiyyətinə məlumatın verilməsi axırıncı məsələ. Axırıncı yerlərdədir, birinci yerdə deyil. Ona görə Azərbaycan rolu müstəsnadır. Bu həm xalqımızın bacarığıdır, həm xalqımıza hər iki tərəfdən verilən dəyərdir.
eləcə də belə vacib proseslər vasitəsilə girən xalq, onun prezidenti təbii ki, digər dövlətlər tərəfindən də görünür, bilinir, bilinəcək, dəyərləndirilir və biraz da dəyərləndiriləcək. Yəni, çox Azərbaycan prizmasından baxanda bu çox vacibi məsələdir. Yəni, mən ötən ayda ən vacib hadisə bunu belə deyəcəm, hesab edirəm. Amma eyni zamanda, yəni, Azərbaycanın olduğu coğrafiya ilə bağlı, bizim qonşularımızla bağlı, yəni, mən bir dənə də məlumatdır, bir dənə də şəhər sizə bu preambula hissəsində verməliyəm. Bu mənim borcumdur, bu məlumatları mən verməliyim. Amma elə mən həm sizin efirə deyirəm, həm də yəni kimlərsə, maraqlı tərəflərsə tapıb nəyisə açansa bura asacaqlar, sonra hamısına demək istəyirəm ki, yəni bu mənim fikrim. Mənim fikrim. Yəni məndən ötürü tutaq ki, rəsmilərdən, kimdənsə inciməyə həmin dövlətə, həmin dövlətin təmsilçilərinə mən icazə verirəm. Mənə nə sözləri varsa mənə deyə bilərlər. Təbii ki, artıq burada oturanların bəziləri başa düşdüyüm sözün və yapıyoruz. Hərbana xanım nə dedi? Yəni, söhbət İrandan gedir. Söhbət İrandan gedir. İlk dəfədir ki, Azərbaycanda İranın prizmasından qüds günü qeyd olunmadı. Əvvəl Azərbaycanda qüds gününün qeyd olunması ənənəsi yoxdur. İkincisi, İran nəzərə almalıdır ki, İran Azərbaycanda İslam dininin apardı. Getdi. İdaricən də elə İran özü girir. İran Azərbaycanda İslam dininin bizim ölkəmizdə nə vəziyyətə salır? Hansı dövlətlə İran özünü müqayisə edir? İsraillə mi? Səudiyyə mi? Misirlə mi? Həmin dövlətlərin Azərbaycana siyasətinə baxsın, özünün Azərbaycana siyasətinə baxsın. Və mən elə başa düşürəm ki, İranın Azərbaycanla əlaqəli siyasətində İranın ən böyük problemi oldu ki, o bizim cəmaatı, bizim əhalini, bizim xalqı tanımır. Tanımadan diğer kampaniyalar kurdu. Tanımadan təbliğat işindir. Nəhayət uduzdur. Mən sizə deyirəm, Azərbaycanda İranın təbliğ elədiyi İslam dini çox zəifdir, çox zəifliyir. 3 qrup adamları var. Bir qrup o gizli, orada burada miting keçirməklə hazırladıları təxribat öğretmək üçün hazırdır. Bir qrup bəlli, o bir dənə, 2 dənə partiyadır. Onlardır. Bir grupta daimi o İranın dini, buradaki din xadimi var, onun o muizələrinə, onun cümə namazına yığışan adamlar. Bundan başqa heç kəs yox. Cavanlar da o günləri dedim yəni, mən küçüylə gedmişəm, mən gözümlə görmüşəm. İran fasonu saqqal saxlayıb, əynində, deyək ki, şortik. Hicab tək qadına aiddir. Müsəlmansızda hicab kişiyə də aiddir. Kişinin gözü lazım yeri görməməlidir. Kişinin gözü ümumiyyətlə lazım yerə baxmamalıdır. Kişinin də bədənin açıq hissələri olmamalıdır. Söz yox, qadın qədər deyil, qadında saç bağlanmalıdır. Kişinin də qol açıq gəzmək deyil. Bizim İslam dinində kişinin giyimi bir olmalıdır. Yaşlaşdıqca, kişi yaşlaşdıqca o vəziyyətdə o halı da alır. Saqqal, İranın sözündə, İranın internet saytlarında İranın təbliğatını apar, anti-Azərbaycanı iş gör, İran fasonu saqqal saxla, şortikdə kes. İranın dini budur. İran Azərbaycanda dini bu istəsən. Qızlar, mən Azərbaycan mentalitini diyorum, qızları qəbul edirəm, ballarımdır, ballarımdır. Amma, yəni sən əgər hicab bağlayırsansa, bu hicab sənin daxilivə də keçməlidir. O demək deyir ki, sən bulvarda, orada, burada çəpiş kimi hoppan min oğlanların üstündə gəz, ora-bura. Normal qız nə cürə istəyir, özü nə cürə məsləhət bilir, o cür rəftar edə bilər. Amma hicab bağlayandan sonra sən artıq hərəkətləri qoymazsın. Yəni, bu o den şeydir ki, İranın geyimi, xarici görüşü siyasidir. Sən geyin, göydə çəkəndə bilsinlər ki, bura İran məmləkətidir, bura İrana aid olan yerdir. Da nə işlə məşğulsan, dini tapda, ayəni tapda dəxli yox. İran təzə bir növ İslam dini yaradır. Bu yaratdığı İslam dininə görə İranda cavanlar indi qalmır, qaçırlar, İranda cavanlar namaz qılmır.
oruç tutmur. Onun azlığın deyir Amerika elədi. Ay kişi, Amerika eləməyib. Amerika eləməyib. Sənin Ayətullahın, Quranın ayəsini sağdan sola çizir, soldan sağa çizir. Sənin Ayətullahın ailə üzvləri Moskvanın nüvarişləri qədər fəaliyyətdədir. BMW-lərdə, Mercedeslərdə İranın dağlarını çəpiş kimi gəzirlər. Günləri Avropadadır, günləri Amerikadadır. Pulu sağa sola xərcləyir. Xəstəxana yox, məktəb yox, sənin əyalətlərində. Cavanı qaçırdan budur, Amerika deyil. Amerika cavanı qaçırmır sənin başına. İşləyirsiniz mi? Adın qoyub Amerika elədi, İsrail. Niyə eləyib İsrail? Mən Azərbaycandan durub baxanda, mən Azərbaycanın İsrailə münasibətində negativ bir dənə şey görməmişəm. 4 günlük müharibə oldu, 3 dənə silahlar bildiniz ki. 4 günlük müharibədə İran bu dəqiqədə elə başa düşür ki, Ermənistan uduzmayıb, uduzan İrandır. İranın bu dəqiqədə fikri o qaydada. Nə olacaq bunun axırın? Prezident gəlir, axırıncı dəfədə Bakıda olanda verdiyi bəyanat eşitdiniz ki, əgər regionda gərginlik olsa, diplomatik dildə başa salır ki, əgər müharibə olsa, İran bir mənalı şəkildə Azərbaycanın yanında dayanacaq. Amma müharibə olan deyil, həmin prezident qarışıq hamısı. Dayandır. Erməni məğlub olur. Sən müharibəni dayandır. Erməni məğlub olur. O faktı mən sizə demişəm, bir də deyirəm. İnanın, o 4 günlük müharibə dövründə Ermənistanın İrana atdığı 3 dənə raket zərbəsi İranların özləri tərəfindən təşkil olunmuş idi. O artilleriya, raket zərbələrin Azərbaycan hərbiçilərinin ayağına yazacaqdılar. Sadəcə İranın, Arazın o tayında, yəni İran tərəfdə duran hərbiçilər özləri, İran hərbiçiləri bilmədən sənədə həqiqəti yazırlar. Yazırlar ki, raket Ermənistan tərəfdən gəldi. Onunla da belə də ki, İranın planı quruldu. Əgər ən ön sırada dayanan sərhədçi zabitlər onlar təlimatı çatdırsaydılar, sərhədçi zabitlər sənədi biraz, İranın sərhədçi zabitləri sənədi biraz geç tərtib eləsəydi. İran bizi itham edəcək ki, siz Ermənistanla müharibə eləmişsiniz, İranla müharibə eləmişsiniz. Təsəvvür edin. Sadəcə Allah bizi istədi, İranı istəmədi, bizi istədi. Ne üçün bizi istədi, ne üçün İranı istəmədi? Bunu İranlılar fikirləşdi. Yəni ona görə, əgər bu günləri Azərbaycanda İranın istədiyi formada güc kimi qeyd olunmayıbsa, bunun birinci növbədə günahı İrandadır. İranın buradakı adamlarındadır. Dünyada yeganə bir dənə dövlətdir ki, İranın orada 5 dənə nümayəndəliyi var, Azərbaycandır. Dünyanın ən çox düşmən, İranın da dünyada ən çox düşmən münasibət bəsləydiyi dövlət Azərbaycandır. 30 ildir Dağlıq Qarabağ müharibəsi gedir. 30 ildə İranın rəsmi dövlət adamı, İranın deputatı, İranın farsı olsun, İranın Azərbaycanlısı olsun, İranın din xadimi olsun, bircə dənə sənəd qoysunlar mənim qabağıma. Desinlər ki, varız yalan danışır. Desinlər ki, varız İran əleyhinə şər danışır, böhtan danışır. Bir dənə sənəd qoysalar, mən sizin qabağınıza üzr istəyəcəm İrandan və deyəcəm ki, mən İran'a şər etmişəm. Bir dənə sənəd qoysunlar. Bax, bir dənə sənəd qoysunlar. Amma indi üzə çıxır nə? Nalbandiyan orada olanda, axırıncı dəfə İranda olanda, Larijani qəbul edib bunu. Larijani buna deyib ki, İran Dağlıq Qarabağ münaqişəsinin millətlərin öz müqəddəratını təyin etmə prinsip əsasında tənzimləməsinin tərəfdarıdır. Sənin ərazində Bəluc var, Ərəb var, Kürd var, Qaşqay var. Azərbaycanları demir. Azərbaycanların yəsi. Taşlar da milli yazdı. Bir dənə sənələ fikirləş gör, millətlərin öz müqəddəratını təyin etmə prinsipi sənin ərazində işləyir, yeri. Nə olacaq bu? Elə bunu fikirləş. Çatırım ki. Söz düzgün söz. Larcanın dediği, yəni mən Larcanın o fikir dediyinə inanıram. Çünki bu səfir yox, bunun əvvəlki səfir var idi İran Ermənistanda, Seyid Əli Sacyan. Seyid Əli Sacyan da dəfələrlə bəyanat verir. İran Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq böyük prinsipləri əsasında o cümlədən millətlərin öz müqəddəratını təyin etmə prinsipəsini tənzimləməsinin tərəfdarıdır. Yəni o birinci adam deyil, birinci də deyil. İran'da bütün davranışından da bu cür. İndi sən
Mən bayaq dedim, bizim xalqı tanımırsanız. Bizim xalq o xalqdır ki, Sovet dövründə elmi də inkişaf elədi, mədəniyyət də inkişaf elədi. Nə türkü, nə farsın. Qaraqarevi yoxdur. Fikrət Əmirovu yoxdur. Niyasi yoxdur. Arif Əlkov yoxdur. Firəngiz Əlzadəsi yoxdur. Mənimdir bunlar. Desinlər. Elimiz də inkişaf elədi. Mədəniyyətimiz də inkişaf elədi. Qərbə inteqrasiya da olundu. Amma dinimiz də saxladı. Sovet dövründə mən təsdiq edirəm. Burada oturan böyük yaşa təsdiq edir ki, kimsə də bilmirsə, gitsin evdə atasından, babasından çıxarır. Sovet dövründə biz dini saxlamışıq. Dinimiz də saxladı. Amerika oradan bir dənə gözün ağardan kimi, bütün İran cəmiyyəti qaçır İslam dini. Budur sənin gücün. Ermənistanın qabağında diz çöküb yalvaran, arın namusun Ermənistana qabağına atan dövlət, güclü dövlət ola bilməz. Azərbaycan dövləti, Azərbaycan xalqı Ermənistanın qabağında diz çökən İrandan qorxmur, onu güclü hesab edir. Gedir, nə qədər yalvarsa yalvarır. Varatan su elektrik sızı, casus aparatlarını qurur, düz Qəzvinə qədər izləyə biləcəkdir. Livanda Hizbullahın canını alır ermənilər, NATO dəstəsində sülhməramlar. İransa gəlib həmin erməni yalvarır. Demək, İrana zor lazım. İrana zor lazım. Yəni, mən bu sözləri deməliydim. Sözlər indi İranın Azərbaycanla əlaqəli mövqeyi ilə sıx bağlı sözlərdir. Bəzi fikirləri dedir, bəzi fikirlər də arxadadır, yəni bizim özümüzə bəllidir. Onlar da indi işitsə bilsə bilir ki, mən nələrdən danışıram. Məsləhətim budur. Mümkün qədər Azərbaycana rədd olsunlar. Əgər İslam dininə zərrə qədər hörmətləri varsa, bizim ölkəmizdən çıxsınlar. Biz dinimizi saxlayacaq. Amma əgər biraz yuvansalar, vallahi dinimizi saxlaya bilməyəcək. İran Azərbaycanda İslam dininə, nə Sovet hökuməti, nə ondan əvvəl Osmanlı dövründə heç kəs İran Azərbaycanda İslam dininə bu qədər zərbə vura bilməyib, o zərbəni kimdir İran? Bir də mən bəlli düsturu təkrar edirəm. Xalq olaraq, Azərbaycan xalqı olaraq, Azərbaycan dövləti olaraq, İranla, İran xalqı ilə, İran dövləti ilə bütün müstəvilərdə dinc qonşuluq siyasəti aparmağa hazırıq. Bu şərtlə İranda bu olsun. Yəni, yenə deyirəm, biz görürük İran bunu biz çaşdıra bilməyəcək. Biz görürük İranın kimləri Ermənistan qabağında nə qaydada diz çökür. Məşhəddə o qayda onlar diz çökməyiblər. Həcə gedəndə onlar o müqəddəs ziyarətgahı, Həzrət Peyğəmbərin qəbrində onlara diz çökməyiblər. Nə qaydada bu dəqiqə İranın bəzi siyasətçiləri ermənilərin qabağında diz çökürlər. Elə İran bizə heç şey etməz. Ermənistan düzünü edir. İrana qarşı nə edirsə, düzünü edir. Yəni, ən azı ilə bu ay ərzində baş verən prosesləri göstərir. İran yalvarır Ermənistana, gəl sənə maya qoyur, gəl səndə dəmir yolu tikin, gəl sənə iqtisadi investisiya qoyur, viza rejimini ləğv edeyim, razılaşdı. Amma o tərəfdən Amerikan nümayəndəsi gəldi, Leslie Tso, ABŞ dövlət katibinin İran məsələləri üzrə məsləhətçisi. Gəldi Ermənistan. Xeyla görüşlər keçir. İzah elədi ki, bəli, İrana qarşı sanksiyalar götürülür. Amma Ermənistan da başa saldı ki, hələ bu sanksiyaların götürülməsi, hələ İranla ciddi münasibətlərin qurulması demək deyil. Yəni, Amerika rəsmiləri Ermənistanı başa saldılar ki, siz İranla hələ ki ciddi münasibət qoyun, İranla münasibətlərdən qaçın. Ermənistan neynədir? İndi mən qabağa qaçıram, bunu sizə yəqin ki, Qarabağ saatına əlavə də izah edəcəm və ya növbəti mətbuat konferansında əlavə də izah edəcəm. Bu dünənki söhbətdir, amma mövzunun yerinə düşməsi üçün bunu deyirəm. Dünənləri Ermənistanın Kənd Təsərrüfatı Naziri çox maraqlı, eləcə də lazım olmayan, yəni bu an üçün lazım olmayan, anlaşılmayan bir dənə bəyanat verir. O bəyanatın mahiyyətini ancaq mütəxəssislər bilir, işin içində olanlar bilir. Ermənistanın Kənd Təsərrüfatı Naziri dedi ki, İran yenə bizdən Araz çayının suyunu istəyir ki, Urmiya problemini həll edəsin. Əvvəla, mən sizə deyirəm, İranı da, Ermənistanı da azdan çoxdan bilən adamlardan biri kimi sizə deyirəm. İndi hal-hazırda İran Ermənistandan Urmiyanı istəmir. İran üçün Urmiya problemi o qədər aktual deyil.
İran Ermənistanla problem yaratmaq İran üçün aktual deyil, amma onunla bərabər Ermənistanın naziri o məsələni hallandırdı. Niyə görə? Çünki Leslie Tsova, Amerikalı mütəxəssisə, Amerikalı rəsmiyyət cavab verilməlidir. Bununla da Ermənistanın naziri, Ermənistanın siyasi mühitini, Ermənistanın İran-pərəst qüvvələrinə, bütün ümumiyyətlə cəmaatına xəbər çatdırdı ki, İran bizdən əsassız bir şey istəyir. Ona görə biz İranla münasibətləri normallaşdırmayacaq. Əslində, Amerikanın sözünə qulaq asın. Amma İranı şərrəndir. Yəni, ona görə mən demək istəyirəm ki, İran biraz Ermənistanla, Azərbaycanla münasibətlərinə diqqət gəzdirsə, özünə çox xeyir. Qaldı ki, Türkiyə-Rusiya münasibətləri, mən sizə bayaq dedim, o məsələyə biz dönə-dönə qalxacağıq. O məsələ bizim çox böyük uğurumuzdur. Azərbaycan xalqının uğurudur. Azərbaycan prezidentinin uğurudur. Yəni, mən elə başa düşürəm, zaman gələcək Azərbaycan xalqının tarixi yazılanda Azərbaycanın bugünkü, yəni bizim inkişafımız bu deyil. Bu bizim inkişaf mərhələmizdir. Biz çox böyük sürətlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq. Bir neçə inkişaf mərhələsi dəyişəcək, artan istiqamət. Amma bugünkü dövrdə bizim uğurumuz nədir ki, gələcək inkişaflarımız üçün fundament yaradır? O məsələlərdən biri, Azərbaycan xalqının bugün dünyada, regionda oynadığı rolda, hansı ki, o da Ermənistan, Rusiya-Türkiyə münasibətlərinin barışması ilə bağlıdır. Və mən, gəlin sizinlə bir dənə bir centlmen razılaşmamız olsun öz aramızda, yəni mən artıq bunu bir dəfə demişəm. İnşallah çalışaq Rusiya və Türkiyə prezidentlərinin növbəti barışın görüşü də Bakıda keçirilsin, Azərbaycan arasında keçirilsin. Buna imkan var, buna tədbirlər var və mən elə başa düşürəm, artıq belə vəziyyəti arzulayan yüksək sinirlər çoxdur, yüksək sinirlərimiz çoxdur. Formalaşdıraq, rəy formalaşdıraq inşallah. Rəy formalaşdıraq, mən elə başa düşürəm, nəticədə alacağıq. Qaldı ki, sırf Rusiya-Türkiyə münasibətlərinin Ermənistana təsirinə gizlini yoxdur ki, Ermənistan matəmlisində. Bir mənalı şəkildə. Çünki siz fikir vermişsə, onların son dövrlərdəki siyasəti ancaq onun üzərində qurulmuş ki, Rusiyanın Türkiyə əbədi düşməndir. Biz istədiyimiz yedəcəyik, sadəcə ağılla öz işimizi quraq ki, vəziyyəti, nəzarəti əldən buraxmıyor. Amma birdən-birə gözlənilmədən Rusiyanın Türkiyənin münasibətləri normallaşır. Amma mən sizə deyirəm, Rusiya ilə Türkiyənin münasibətləri birdən-birə normallaşmayıb. Sizə bu sözü mən deyirəm. Rusiya-Türkiyə münasibətləri normallaşması istiqamətində çoxdan iş gedirdi. Altdan işlər gedirdi. Məsələn, Azərbaycan prezidentinin, yeri gəlsə, Qazaxıstan prezidentinin gördüyü işləridir ki, Rusiya şirkətləri bəzi Türkiyə kampaniyalarına, Rusiya hökuməti, bəzi Rusiya şirkətlərinə Türkiyə kampaniyalarına müqavilə bağlamağa, təzədən müqavilə bağlamağa, onları işə cəlb eləməyə icazə vermişdir. Yəni, Erdoğanın Putinə məktubuna qədər artıq bu olmuş. Özü yaxınlaşma hər iki tərəfdəndir. Yaxınlaşmanın da əsas indiki dövrdə katalizatoru sürətləndirən faktor Qaradənizdə baş verənlər oldu. Qaradənizə Amerika qoşunların yığıb, bir qismi də gəlir, böyük bir bazı yaratmaq istəyir ABŞ Qaradənizdə. Qaradənizdə əgər qarşıdurma yaranacaqsa, bu soyuq müharibə deməkdir. Rusiya çökə bilər. Rusiya üçün ən ağırlı, ən həssas məsələ soyuq müharibədir. İqtisadiyyatı dağılıb gedəcək. Qaradənizin hərbi qarşıdurma dənizi və yaxud da ki, dinc əməkdaşlıq dənizi olması isə bu ancaq Türkiyədən asılıdır. Türkiyədən asılıdır. Türkiyə ilə işlənmişdir. Erdoğan Qaradənizə Rus gölü adı verir. Ondan sonra o proseslər var. Hətta fikir vermişsinizsə, Erdoğanın Putinə göndərdiyi məktubda üzr istəmək və yaxud təəssüf eləmək sözlərlə aydın deyil, mübahisə gedir. Erdoğan üzr istəyir, yoxsa təəssüflənir. Putin dedi ki, mən bunu üzr istəmək kimi qəbul edirəm.
Rusiyanın da daxilində ehtiyac var, Türkiyənin də daxilində belə deyək, yəni, ehtiyac var bu məsələyə. Və ona görə də belə bir vəziyyət alındı. Yəni, deməli məqsədim ki, əvvəldən addımlar atılırdı, ermənilər də matəm içindədir. Amma ermənilərin matəm içində olmağı bizi zərrə qədər aldatmamalıdır. Ermənilər öz işindədir, ermənilər öz təxribatlarındadır. Sər-Sərkisyan, mən Sankt-Peterburg görüşü barədə, Vatikanın Ermənistan səfəri ilə bağlı məlumatları mətbuatda yerləşdirmişəm. İndi birazdan yenə üzvəni o üstündə işləyəcəyik. Amma mən hal-hazırda mənim bu aylıq mətbuat konferansında, bu mətbuat konferansında mənim qabağımda duran əsas məsələ, yəni ondan ibarət ki, mən göstərmək istəyirəm ki, Sər-Sərkisyan üçün Sankt-Peterburg görüşünün zərrə qədər əhəmiyyəti yoxdur. Sər-Sərkisyan o səviyyədə, o ağılda, o amploda adam deyil ki, o reallığı dərk eləsin. Bu mağara millətçisidir, həyatın dibində qalmış adamdır. Bunun elə böyük bir nəsli zadı olmayıb, heç elə bilinmir ki, bu hardan adamdır. Gürcistan adamdır, Dağlıq Qarabağdan adamdır. Sər-Sərkisyanın nəsli Azərbaycanlı bəyin qapısında nökər işləyən nəsil olub. Azərbaycanlı Xankəndiyə gələndə, bunun da dədəsi, babası, nənəsi Xankəndiyə gəlirlər. Görsə qaydanda görür. Aran yaylaq gəzən adam olub Azərbaycanlı bəy. Bunlar da onun nökəri. Bunun Sər-Sərkisyanın dədəsi babası. Ona görə Sər-Sərkisyanın daxilən elə bir məsuliyyəti yoxdur ki, bu erməni xalqını düşünsün. Yəni, Sər-Sərkisyan daxilən buna hazır deyil. Daxilən buna hazır. Ona görə o ancaq deyək ki, heyvani instinktlər üstü olan adamdır və o instinktlərə uyğun hərəkət edir. Hara gəldi? Sankt-Peterburgdan sonra Dağlıq Qarabağ. Dağlıq Qarabağda hara gəldi? Lələtəppiyə, Cəbrayla, Füzuli istiqamətində. Ne üçün? Çünki o yerə başa düşür ki, Azərbaycanda Rusiya ilə dostluqdan euforiya var, Azərbaycan hərbçiləri başının altına yastıq qoyub yatıblar və mən Azərbaycanın bu yatmağından istifadə edib Lələtəppiyə hücum edib tezdən Lələtəppiyə. Məqsədi budur. Sırf məqsədi onun təxribatdır. Başqa heç belə demək mümkün. Yəni başqa bunun ağlına gələn məqsəd yox. O cümlədən indi fikir vermişsə Talışda nələr baş verir? Xırda-xırda. Adamlar gəlmək istəmir. Gedib Talışa o adamları yığıb gətirirlər. Talışda Azərbaycan əskərinin düz avtomat gülləsinin priselindədir. Başqa silah demirəm. Artilleriya demirəm. Topsat demirəm. Avtomat gülləsi. Azərbaycan əskəri görür. Orada adamlar nəticə gedir. Hara getdi, hara girdi, hara çıxar şeyi görürlər. Yazansa, Sər-Sərkisyan hesabını keçənsə Azərbaycan əskəri vuracaq. Çünki Talış boşdur. 3-4 dənə adam var, dərənin dibindədir, belə deyək də. O təbi belə deyək də, örtülü yerdədir. İndi gətirib adamları deyirsiniz, çıxın, gəzin, güya. Təsərrüfatla məşğuldular. Güya. Bu Azərbaycan əskəri vursun. Çünki Sankt-Peterburg görüşündə ölkə prezident dedi. Qoşunların təmas xəttindəki sabitlik geosiyasi plusdur. Çox böyük geosiyasi olur. İndi o istəyir ki, bu qayda pozsun. Amma anlamır ki, Azərbaycanın əldələbə vəsatdır. Əgər sən oraya vətəndaşı gətirmişsənsə, sabah Azərbaycanın bütün nümayiş elətdirdi. İsraildən aldığı hərbi texnikanı. 4 dənə əskər oturacaq, Azərbaycan əskər oturacaq üstünə gedəcək. Sən avtomatdan, plamyotdan, nə bilim, yüngül çapı topdan, onu nə qədər ateş atsan da, o maşını heç də eləyəməyəcəksən. Yox, onu vurmaqdan görə artilleriya istifadə edirsən. Sən artilleriya ki, əl atan kimi və bu qeyrətli Azərbaycanı olar adamlar. Düz Xankəndinə qədər Azərbaycan artilleriyası gedəcək. Yəni, biz Sər-Sərkisyanın o təxribatını gözləməliyik və orada hazırlaşmalıyıq ki, Sər-Sərkisyan gəlib, dünənləri yeri gəzilib, o belə sözlə uyğun gəldiyinə görə mən sizə demək istəyirəm ki, dünənlərdə siz gördünüz ki, bəyanat verdi, o Haniyan bəyanat verdi ki, biz hökmən onu belə deyək də, yəni, almalıyıq. Həmin o itirdiyimiz torpaqları almalıyıq. Amma ədalət naminə, yəni bu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinə bağlı mən fikirlərimi yekunlaşdırmaq istəyirəm. Ədalət naminə hal-hazırda Azərbaycanın apardığı siyasət elədir ki, tək Rusiyanın mövqeyini dəyişməyib. Sizə ümumiyyətlə deyim ki, dəyişilməyən mövqe ancaq İranda. Ondan qalan hamının mövqeyi bütün Amerikanın da, Fransanın da, ATƏT-in də mövqeyini dəyişiliyor. ATƏT elan edir ki, Dağlıq Qarabağ ATƏT-in
sədri Steinmeier elan elədi ki, Dağlıq Qarabağın Erməni və Azərbaycan icma arasında görüş keçirir. O, bilirsiniz, neçə vaxtı biz bunu arzulamışıq. Nə qədər buna Azərbaycan diplomatik resurs qoyur, mən bilirəm. Məndən də yaxşı, rəsmilər bilir, təbii ki, sizlərin də məlumdur. Azərbaycanın ən çox çalışdığı məsələlərdən biri o. İndi Steinmeier başlar edilir, çalışacağım ki, Dağlıq Qarabağın Erməni və Azərbaycan icmaların görüşünü təşkil edir. Öldü də Serserçən. Serserçən başa düşür ki, Dağlıq Qarabağ Ermənisinin ağzı, Dağlıq Qarabağ Azərbaycanlısının ağzına çatan kimi bu iki Dağlıq Qarabağ Ermənisinin Azərbaycanlısı dilləşən kimi, danışmağa başlayan kimi bütün dünya görəcək ki, ermənilərin vaxta qədər dediyi mifdir, boşdur. Nə danışacaq Dağlıq Qarabağ Ermənisinin Azərbaycanlısı? 5-6 saat danışıq ərzində artıq onlar danışacaqlar ki, mənim evim orada idi, sənin evin orada idi. Ay filan kəs, mən çıxanda sənin uşağın xəstə idi. İndi ona da erməni də deyir, indi bu dəqiqə 25 yaşı var, bilirsən, Amerikada gedib oxuyub gəlib. O erməni Azərbaycan soruşacaq ki, sənin burada bir qəşəng dükkanın zaten vardı, yaxşı kommersiya vardı. İndi neynəmişsən? Ada, nə danışsan? Da buradan çıxandan sonra bir 3-4 çətinliyim oldu. Ondan sonra başda da böyük bir dükkanlar şəbəkəm var. Bu danışanda beynəlxalq ictimaiyyət başa düşəcək ki, burada kökən zaten bir-birinə qaynayıb qarışırmışlar evlərin içinə qədər. Da Kaçaryan demişkən, güya bunlar bir-birinə uyuşmurlar, həmişə bir-birinə davilirlər, bir şey yoxdur. Dağlıq Qarabağ Ermənisinin, Dağlıq Qarabağ Azərbaycanlısının 5 saatlıq görüşü İldırım sürətinin bütün dünya sübut edəcək ki, ermənilərin bütün tarixi yalandır, bütün tarixi saxtadır. Erməni siyasətçilərinin bütün dediləri saxtadır. Erməni diplomatları dediyi hamısı yalandır. Bir dənə düz yox. Buna görə sevsəyəcəyim imkan verir. İstəyirəm, o ermənilər özləri cəhd edib Azərbaycan da danışacaqlar. Onlar həmişə gələndə Azərbaycan da danışırlar. Mən o məlumatı, o işi sizə demişəm, bir də deyim ki, mən Dağlıq Qarabağ ermənilərinin Azərbaycana belə lap yaxınlarda da elədiyi müraciətlərdən xəbərim var. Amma onu sizə demişəm ki, 2000-ci illərin əvvəllərində Bakıda ən böyük beynəlxalq konfrans, ermənilərin iştirak edəndə ən böyük beynəlxalq konfranslardan birinin Azərbaycan tərəfdən koordinatoru mən olmuşam. Orada Yerevan ermənilərində, Dağlıq Qarabağ ermənilərində, yəni Azərbaycanın münasibəti nətərdir, məndən ölkə rəhbərinin nə sifarişləri göndərilir, onu mən biləm. Seymurun dediyi tamamilə yerində olan məsələ. Danışıq erməni dilində getməyəcək, danışıq Azərbaycan dilində gedəcək. O, bütün beynəlxalq ictimaiyyət görəcək ki, Dağlıq Qarabağ erməniləri, Dağlıq Qarabağ Azərbaycanların yanında özləri necə aparırlar. Bunu hamı görəcək. Buna görə Serserçənə imkan verir. Yəni, hamının yanında uğurumuz var. Amerika, Bridget Brink, gəldi Ermənistana. Nə dedi Bridget Brink? Ermənistan dedi ki, siz Dağlıq Qarabağ problemini həll edə bilməsəz, siz inkişaf edə bilməyəcəksiniz. Dəqiq. Yəni, diplomat üçün o qədər də uyğun cümlə deyil. Amma çox konkretdir. Dağlıq Qarabağ problemi həll olmadan Ermənistanın iqtisadi inkişaf olmayacaq. Bridget Brink çox yüksək səviyyəli Amerika diplomatı da, ABŞ Dövlət Departamentinin Avrasiya məsələdir, köməkçinin yardımcısının köməkçisi. Yəni, bu region onun kurasiyasıdır. Çox konkretdir. Eləsi də Amerikanın bütün atdığı adımlardan Ermənistanda korrupsiyanda görürlər, başa düşürlər ki, ermənilərə deyirlər ki, dövlət səldən gedir, nə Qarabağ? Yəni, Fransa, Sankt-Peterburqda heç xəbər gəlməmiş, gördünüz, Fransa tərəfi elan edir ki, biz prezidentini hazırıq. Fransanın öz Ermənistanı səfir edir. 2014-cü il noyabrında Fransa dedi ki, ən orijinal formatı görüş Fransada keçirilib 2014-cü il noyabrında. Sankt-Peterburq görüşü təxminən Fransa, Paris görüşünün formatına uyğun idi. Amma o dövrdə də o yetkin düşənlərin siyasının dəqiqləşdirilməsi məsələsi o Fransa, Paris görüşündə ortaya çıxır. Yəni, Fransa çox konkret iddialar, çox konkret detallar qoyulur. Bilir ki, Dağlıq Qarabağ münaqişəsi necə tənzimləmək lazımdır. Fransanın mövqeyini, ermənilərin yoxsa Azərbaycanın xeyir olması barədə, yəni sizdə təsəvvür etməkdən ötürü bir
Fransada yaşayan erməni ekspertin, Katsyan, fikrini demək istəyirəm. O deyir ki, o görüş Rusya'da kesilsin. Ne bileyim Brüssel'de kesilsin, Amerika'da Fransa'da kesilmez. Yani o Fransa'nın, Erməni, Fransa dövlətinin Dağlıq Qarabağ məsələsindəki tutduğu mövqe o qədər qələtdir. Onları ermənilər üçün qorxulu hesab elədiyinə görə deyir ki, Fransada görüş kesilmez. Təsəvvür edin. Ən nəhayət bugünkü mətbuat konferansının, yəni çoxdandır sizlərə ancaq elə daha çox həm Qarabağ saatında, həm aylıq mətbuat konferansında, həm belə Ermənistan-Azərbaycan münaqişəsindən danışmışam, region dövlətləri barədə məlumat verməmişəm. Amma bu dəfə istəyirəm Qazaxıstan barədə məlumat verəm. Çox uyğun dövlətlərdir. Qazaxıstan və Azərbaycan çox uyğun dövlətlərdir. Təsəvvür edin, Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüsüdür. Yəni, bizdən bir 2 il sonra Qazaxıstan ora seçildi. Təbii ki, Azərbaycanın mövqeyi tərəfdədir. Bunu heç deməyə ehtiyac yox. 193 dövlətdən 138-i səs verir. 138-i səs verir. Biz 155 səsinə keçmişdik. O da olurdu, böyük olurdu. Biz sevinirik Qazaxıstanla oldu. Uyğunluğumuz həm də orasındadır ki, o regionun ən varı dövlətidir, biz bu regionun ən varı dövlətidir. Paralelimizin biri odur ki, orada da dini siyasi qüvvələr birləşiblər, məxməri inqilaba cəhd edirlər. Amma o da yadımızdadır ki, yəni Azərbaycanda da buna uyğun cəhdlər olmuşdur. Cavanları, dindarları, nə bilim müxtəlif qüvvələr, nidaçıları kimi məxməri inqilaba cəhd eləmişlər Azərbaycan. Elə indi də istisna deyil. Azərbaycan o vaxt qabağını aldı, bundan sonra da qabağını alacaqmış. Bizdə deyək ki, dini cəryan, bizdə dövlətçilə təhlükə törədən dini cəryan bir ayrı istiqamətdədir, orada dəqiq bəllidir sələflərdir. Səudiyyədən kökün götürən sələflərdir. Sələflərin çox qəribə bir iş metodu var. O iş metodu ondan ibarətdir ki, bunlar dövlətlə çox şirin münasibətli olur, dövlət adamlarla çox şirin münasibətli olur. Amma altdan özləri öz işlərini görürlər, ocaqlar yaradırlar, gərginlik ocaqlar, ona yatmış ocaqlar deyirlər. Yatmış ocaqlar deyirlər. Hakimiyyətən deyirlər, çox şirin münasibətli olurlar. Və birdən-birə, bütün yatmış ocaqları ayağa qaldıra bilirlər. Bunların metodologiyası bu. İndi bizdə də deyirlər, sələflər var. Elə başa düşürəm, Qazaxıstan təcrübəsi var. Paralelimizin biri bu. Qazaxıstan təcrübəsi bizim üçün dərsdir. Biz götürməliyik, bunu öyrənməliyik. Yeri gəlmişəm, mən sizə deyim ki, mərkəzi Respublika hamısı, yəni biz o regionda, mərkəzi və oranda tədqiqdir, mərkəzi Asiya Respublikalarının hamısı Azərbaycanın dini ekstremizmə qarşı mübarizə təcrübəsini öyrəniblər və bəyəniblər. Hamısı, istisnasızdır. Hamısı. Bəziləri barədə bizim mətbuat yazmır. Yazanda da deyək ki, Qırğızstandan, Tacikistandan gəlirlər, bizim mətbuat yazanda da çox ümumi ifadələr yazır. Belə deyək. Amma o Orta Asiya mətbuatı yazır, kimlər gəldi, kimlər getdi. Yəni, mən o Orta Asiya mətbuatını, həmin dövlətlərimizlərin mətbuatını götürmüşəm. Bunlar bizim təcrübəni öyrənib, təqdirlə bəyənlər və öyrənib. Əminəm ki, inşallah, bizim elə həm Qazaxıstan, həm Azərbaycanın işbirliyi ümumilikdə Avrasiya məkanı üçün çox faydalı olacaq, amma bu demək deyil ki, biz deyək ki, Qazaxıstana görə biz Özbəkistanla münasibətlərimizi bəyəndirmalıyıq. Özbəkistanla münasibətlərimizi deyəcək. Yəni, mən Özbəkistanı təsadüfən demədim. Orada o regionu bilən adamlar hamısı bilir ki, deyək ki, bunlar geosiyasi Özbəkistanla Qazaxıstan bir-birindən geosiyasi rəqəbdir. Rusiya bəzən o Özbəkistanla Qazaxıstan arasında geosiyasi rəqabətdən istifadə edir. Amma biz o gücdə də deyilik, o ambisiyada da deyilik, həm Özbəkistanla münasibətimiz var. Amma indi Qazaxıstanla bizim münasibətlərimiz çox parametrli olmalıdır, çox rəqəmli olmalıdır, ən azından görə ki, biz həm də Xəzər dənizi üzrə, biz qonşuyuq. Xəzərin şimali ilə qərbin və yaxud cənubi ilə şərqin birləşdirmək imkanı demək ki, qərb tərəfdə ancaq Azərbaycandadır, amma şərq tərəfdə istəsək Qazaxıstan ola bilər, istəsək Türkmənistan ola bilər. İndi iş elə gətirib ki, Qazaxıstanın o Xəzər dənizindəki infrastrukturu daha belədir ki, yəni çoxdur. Yəni bu anlamda mən elə başa düşürəm ki, Qazaxıstanla münasibətlərə yəni önəm verilməlidir.
Mənim sizə deyəcəyim bu qədər. İndi sizin nə sualınız varsa, buyurun zəhmət olunuz. Kimin nə sual var? İranla Ermənistanla bağlı danışdı. İran Ermənistana qarşı qarşı tərkibində bir sürü. Nədir Ermənistanla bu qədər asıl eləyən İranı? Niyə İran bu qədər Ermənistanla? Yox, o təzə bir söz deyil. Onun o asıl eləməyi də təzə ifadə deyil. Yəni burada Azərbaycan parametridir, Azərbaycan faktordur. İran Azərbaycanı qəbul eləməzdir. İndi İranın Azərbaycan münasibəti biraz da qəlizdir. Ona görə qəlizdir ki, yəni indi İranın daxilində İslam dininə qarşı müxalifət var, İslam hakimiyyətinə qarşı müxalifət var. Onların da böyük əksəriyyəti savadlı adamlardır, başa düşürlər ki, yəni tək Xomeyni devirməklə iş bitmir. İranda bir dəfənlik İslamın kökünə zərbə vurmaqdan düşmən gerək qonşu dövlətlərdə də. Sən Azərbaycanda, İraqda şiəsiliyə zərbə vurursun. Bilirsən? Bunu görürlər. Təzə əmələ gələn o qərbə üstanlara da belə deyək, yəni elə çalışırlar ki, Azərbaycanı zədələsinlər, Azərbaycanla vəziyyəti gərginləşdirsinlər. Larijani orada hakimiyyətə gəlməyə, prezident olmağa ən iddialı adamlardan biridir. Hakimiyyət oradan mübarizə aparır. Larijani başa düşür ki, hökmən İranda hakimiyyətə gəlmək üçün hökmən qıraq dövlətlərin dəstəyi olmalıdır. Qıraq dövlətlər səni qəbulləməlidir. Larijani üzün çevirir Rusiyaya. Yeri gəlmişən Ələkbər vilayəti də orada rəhbəriyyə, prezidenti iddialıdır. Orada da yəni Rusiya xətti vacib xəttir ki, yəni Rusiya ilə mənim münasibətim olmalı. Larijani da Rusiya ilə yəni hakimiyyətə gələrkən Rusiya ilə münasibətləri ilk öncədən ən vacib hesab edən adamlardandır Ələkbər vilayətdə. Ona görə onlar Rusiya kanal axtarır. Laricaninin də Ələkbər vilayətinin də fikrincə Rusiya ictimaiyyətinin açarı, Rusiyanın siyasətinin açarı ermənilərin əlindədir. Demək, mən ermənilərlə dost olmaqla mən Moskvanın siyasi establishmentinə pilləkən qazanacam, ayaq yeri qazanacam. Ona görə Larijani çağırır, Nalbandiyanı deyir ki, gedin, biz Dağlıq Qarabağa iqtidar veririz. Yəni sən Moskvadakı ermənilərə xəbər çatdır ki, mən Larijani İranda prezident olsam, millətlərin özümlərdən tənzimə prinsipi öndə olacaq. Sonra mənə kömək edin. Ələkbər vilayətdə, gedib Moskvada bir dəstə eksperti aldı, Putinlə görüşdü. Əvvəl Larijani görüşmüşdü, sonra Ələkbər. Yəni, onların arasında belə bir yarışma gedir. Ona görə bu səbəbdən də onlar çalışırlar ki, ermənilərin o İrana, İslam dininə vurduğu xəyanəti yaddan çıxarsınlar. Bəlkə, misal üçün, çalışsınlar elə ermənilərə yataqlansınlar ki, ermənilərin vəzifə gəlməyinə şərait verir. Səbəb budur o. Yoxsa da sual. Minnətlərim, deyəm.